Herkese salamlayıram. Deməli, bu videoda biz Heydər Əliyev Mərkəzi önündə sərgilənən maraqlı heykəltaraşlıq nümunələri ilə tanış olacaqsınız. Deməli, ilk öncə bu şəlalə, bunu çəkməsək olmaz. Dırnaq arası şəlalə. Çünki şəlalə effektini verir, o səs və s. Oradan da qəlbə oxşuyur, necə deyərlər, poetik dillə desək. Və keçək heykəllər dediyimiz məsələyə. İlk öncə pomidor. Deməli, bunlar metaldır və polixrom qatrandan, poladdan və qızılı lövhələrdən və aydındır ki, rəngləyicilərdən istifadə edilərək ərsəyə gələn bir heykəl. Maraqlıdır. Və içi boşdur əlbəttə ki, tuk-tuk vurduqda. Və bu və bunun kimi maraqlı digər tərəvəz növləri, gilə meyvə qarşıda görəcəksiniz. Budur, biber, acı biber. Müxtəlif formada olanları düzəldilmişdir. Yenə də eyni material istifadə edilmişdir və doğrudan da maraqlı bir görüntü verir Heydər Əliyev Mərkəzinin önünə. Tanrının Əli adlı bu heykəlcik isə düzdür, adı nə qədər qəribə olsa da, əuzubillah, amma bu da mifik bir anlamı ifadə eləyir. Belə bir əsərdir. Bu gördüyünüz sırğadır. Müxtəlif metal hissəciklərindən irili xırdalı birləşdirilməsi ilə ərsəyə gələn bir konstruksiya. Bu da ki, bayaqkının yəqin ki, yoldaşı qismində hazırlanan konstruksiya. Papağı başında klassik qaradərli kişi heykəli. Növbəti heykəlcik, bu da Dolça kürəsi adını alan mifik bir məna daşıyır özündə. Belə ki, suyun normal axını istiqaməti əksinə olaraq yuxarıya doğru axınını əks etdirən bir qəribə bir mifik bir heykəldir, maraqlıdır. Alüminium konstruksiyadan hazırlanıb və yenə də biber. Bu səfər böyük bir biber. Maraqlı görünüşü ilə göz oxşuyur, rəng həqiqətən xüsusi gözəllik verir bu heykələ. Dediyimiz kimi poladdan polixrom qətrandır və qızılı lövhə və rəngləyicilərdən istifadə edilmişdir. Doğrudan da maraqlıdır. İçi əlbəttə ki, boşdur. Səs tuk-tuk. Və növbəti videonun hissəsində Lənkəran limonu. Çox maraqlı, çox gözəl görünüşü var. Sanki həqiqidir. Doğrudan da şəkil çəkdirmək istəyənlər önündə uyğun bir belə deyək də mənzərə. Bu da digərlərində olduğu kimi eyni materialdan istifadə edilmişdir. İçi əlbəttə ki, boşdur. Və mənim ən çox sevdiyim çiyələk. Həqiqətən çox möhtəşəm bir görünüşdür. Çiyələk bu mənim bu bayaqki göstərdiklərimin içərisində ən favorimdir. Favori olan gilə meyvədir çiyələk. Həqiqətən möhtəşəm görünüşdür. Bir əsərdir. Ərsəyə gəlmişdir. Beləliklə, necə ki bu gözəl əsərlər götürülməyib, vaxtı bitməyib, nümayiş vaxtı. Hər kəsə tövsiyə edirəm, gedə bilən gedib də şəkil mi çəkdirəcək, tamaşa mı edəcək, etsin. Sağ olun.